Özbekistan və Azərbaycan arasında artan iqtisadi əlaqələrin konkret layihələrə çevrilməsi istiqamətində işlər davam edir. Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Regionlararası Forumunun 4-cü toplantısında hər iki ölkədən təxminən 420 şirkət iştirak edir. Əməkdaşlıq çərçivəsində yeni kommersiya layihələr də planlaşdırılır. Azərbaycanın Sokar şirkəti Özbəkistanın pərakəndə yanacaq bazarına daxil olmağa hazırlaşır. Özbəkistan və Azərbaycan arasında münasibətlər hərtərəfli inkişaf edib. Bugün dövlət başçılarımızın səyləri nəticəsində iki ölkə arasındakı əlaqələr misli görünməmiş səviyyəyə çatıb. Münasibətlər konstruktiv xarakter daşıyır və Bakı ilə Daşkənd arasında müxtəlif sahələrdə əlaqə və dialoq formaları davamlı şəkildə inkişaf edir. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son 10 ildə 26 dəfə artaraq 2025-ci ildə 795 milyon dollara çatıb. Hazırda Özbəkistanda Azərbaycan kapitalı ilə fəaliyyət göstərən təxminən 360 şirkət, Azərbaycanda isə Özbəkistan investisiyası ilə fəaliyyət göstərən 130-dan çox şirkət var. Sahibkarlar olaraq Özbəkistan və Azərbaycan arasında iqtisadi əlaqələrin sürətli inkişafına töhfə veririk. Layihələrimizdən biri Azərbaycanda ən böyük tekstil klasterlərindən birinin yaradılmasıdır. Həmçinin Azərbaycan tərəfdaşlarımızla birlikdə Özbəkistanda bir sıra layihələr həyata keçiririk. Məqsədimiz iqtisadi əməkdaşlığımızın səmərəliliyini daha da artırmaqdır. Tərəflər 2026-2027-ci illər üçün birgə fəaliyyət planları hazırlamağı nəzərdə tutur. Əsas diqqət imzalanan razılaşmaların həyata keçirilməsinə yönəldilib. Məqsəd Özbəkistanın istehsal və investisiya imkanlarını Azərbaycanın biznes, nəqliyyat və logistika imkanları ilə əlaqələndirmək və iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da genişləndirməkdir.